Son 30 ildə 8-10 may tarixi günlərindən keçən xalqımız faciə, qəhrəmanlıq və qürur hissini bir arada yaşayıb. Şuşanın işğalı 2-ci Dünya müharibəsində qalibiyyətimizə və Ulu Öndərin əzəmətinə təsir eləyirdi. Vətən müharibəsi siyasi təqvimimizi də qara haşiyədən xilas elədi. İndi 8 may günündə ümumxalq tədbirləri 8 noyabr ruhu, şərəfi və qüruru ilə qeyd olunur. 90-cı illərdə SSR-nin süqutu ilə azadlığına qovuşan xalqların qarşısında fərqli idarəçilik formaları və quruluşları açıldı. Lakin 70-ci illər Azərbaycanı faktiki müstəqil olduğu üçün onu Sovet mirası sayıb dağıtdılar və millətimiz layiq olduğu haqqı çox gec qazandı. Çarizmin, kommunistlərin dövründə qurulanları yalnız ideoloji rənginə görə məhv eləmək olmazdı. 1921, 25, 37 və 78-ci illərin Sovet konstitusiyalarında mütərəqqi ideyaları, güclü hüquqi sistemi və milli dövlətçilik irsi vardı. Konstitusiya və qanunlar da varisliyi sevir, onlar da canlıdırlar. 15 dəfə konstitusiyasını dəyişən fransızlardan konstitusiyasız monarxiya quran ingilislərə dək hər biri hələ də xalqın iradəsinə söykənən dövlət qurmağa çalışırlar. Lakin meydandan birbaşa hakimiyyətə gələn milli demokratların yeni konstitusiya qəbuluna siyasi və hüquqi iradələri çatmadı. Silahlı döyüşdə məğlub olanlar qanun yaza bilməzdilər. Sovet imperiyasından xaos diktaturasına qədəm qoyan, məmləkəti xilas edən Heydər Əliyevin dəmir əli uzun illər sonra Vətən müharibəsində dəmir iradəyə çevrildi. Torpaqlarını və sərvətlərini itirən millətimiz dərk elədi ki, keçici qırmızı bayraqları qazananda da, ucqar Naxçıvanı lampa işığında qoruyanda da, ikinci dəfə hakimiyyət olimpiyasına qaydanda da Əliyevin tək bir dövlət kitabı olub. Heydər Əliyev konstitusiyası. Bəli, millətə xidmətin heç bir ideoloji siyasi formasiyadan asılı olmayanda qalib kimi qanunu sən yazırsan. Ulu Öndərin yeni Azərbaycanın nə din dövləti İranın, nə imperiya varisi Rusiyanın, nə də tez-tez çevrişlərə səhnə olan Türkiyənin idarəçilik sisteminin %100 təkrarı deyildi. Əksinə, Böyük Atatürkün Cümhuriyyət quruculuğunu müstəqil Azərbaycan dövləti üçün örnək seçən Əliyevin siyasi modelini sonda qardaş ölkə də qəbul elədi. Ulu Öndər başqa dövlətlərin quruluşunu mexaniki olaraq ölkəmizə köçürmədi. Nə mühafizəkar şərq arxaizmi, nə də tez-tez böhranlara yol açan qərb sistemi müstəqil iradəyə malik olmayan və Brüsseldən, Strasburgdan idarə olunan dövlətlərlə eyni olmadıq. Biz sülh içində siyasi gələcəyini müəyyən edən İsveç, Norveçdən fərqli olaraq ali qanunumuzu sütunlu salonlarda Montesquieu'ların, Jeffersonların tablosu qarşısında deyil, döyüş meydanlarında qurban verərək yazırdıq. Konstitusiyamız bütün xalqı birləşdirdi. Lakin 2023-cü ilə qədər ölkəmizdə 2 bayraq, 2 gerb və 2 himn vardı. Ali qanunumuzda yazırdıq. Respublikamız, torpağımız və xalqımız bölünməzdi. Lakin gerçəkdə separatizmin və işğalın simvolu olan qanunsuzluq hökm sürürdü. Xankəndi zəfəri konstitusiyamızı da xilas elədi. Onu vahidləşdirdi, bütövləşdirdi. Yeni konstitusiya 2 dövlət çevrişi cəhdindən, çoxlu sui-qəsdlərdən, 100 minlərlə insanın çadır şəhərciklərindən, onların ağrılarından keçərək ümumxalq sərvətinə çevrildi. Halbuki belə şəraitdə George Washingtonlar qanun haqqında düşünməzdilər. 1995-ci ildən sonra millətimiz konstitusiya yolundan dönmədi. Baxmayaraq ki, 2005-ci ildə qanlı inqilablar, bizə ixrac olunması istənilən üsul idarələr də oldu. Əslində, dünyada bütün xalq yığışıb bir qələmlə qanun yazmır. Lakin Vətən müharibəsi və 20 sentyabr suverenlik savaşı bir millətin, bir ordunun və bir imzanın yaratdığı ən böyük qanun kitabı oldu. Heydər Əliyev konstitusiyası bizi qələbəyə gətirdi və zəfər konstitusiyasına çevrildi. Ona hücum eləyənlər, idarəçiliyi tək adamın hakimiyyəti adlandıranların da hamısı uduzdu. İlham Əliyev 8 noyabrda Qarabağın xilaskarı olaraq ən böyük konstitusiyon ədaləti təmin elədi. 90-cı illərin Razdan meydanında işğalçılıq ideyalarından silahlanan erməni xalqının o vaxt qəbul elədiyi təcavüzkarlıq konstitusiyası indi əsarət buxovuna çevrilib. Vətən müharibəsində qələbəmizdən sonra İrəvan konstitusiya böhranı yaşayır. Şəhidlərimizin yazdığı qurtuluş və xilaskarlıq qanunları isə dəyişilməzdir. Kəlbəcərdən Zəngəzura dək böyük qayıdış və yeni vətən quruculuğu konstitusiyamıza yazılan parlaq səhvələrdir. İndi ədalətin zəfər çaldığı ölkəni qururuq. Ulu Öndərin doğum günü qalib konstitusiyamızın 30 ili mübarək olsun.